Növbəti bir aktual mövzu haqqında sual yazıblar kommentə. Yazan qeyd edir ki, sizə insanlar şeyx deyə müraciət edir və sizin timsalınızda da elm tələbələri var, haqqı müdafiə edirsiniz. Bəs bizim namus məsələmiz olan hicab məsələsi barədə nə vaxt danışacaqsınız? Öz etirazınızı bildirəcəksiniz. Məktəblərə qoymurlar, sənədlərə başı açıq şəkil çəkdirirlər və s. Elhamdülillah, hicab məsələsində də biz danışırıq, həmişə. Sadəcə harası qoymurlarsa, birinci qanunsuzdur, ikinci qoymurlarsa getmə. Qoymurlarsa getmə. O ki, qaldı indi sənəd məsələsi, inşallah düzələr o. Onun etiraz yox, biz danışırıq bu barədə, bəli. Danışırıq, inşallah həll olar. Biz gözləyirik o günü. O məsələ vacib məsələlərdən biridir. Əslində düzgün deyil bu. Düzgün deyil və bu ölkənin düşmənlərin və başqa müəyyən tərəflər istifadə edir bu hadisədən. Ona görə həmçində dini cəhətdən də düz deyil. Hicab fərzdir qadına. Olmaz. Ona görə biz danışırıq, deyirik, hicabdan danışırıq. Amma qaldı ki, etiraz çıxmaq küçələrə və s. Desə demək, o düzgün deyil bizə. Bizdə qaydalar var, onu keçmirik. Bəli.